Salam uşaqlar, hər vaxtınız xeyir. Bugünkü fizika dərsimizin mövzusu güc, faydalı iş əmsalı, ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahından ibarətdir. Baxın, burada elə gücün düsturunu qeyd etmişəm. Güc N hərfi ilə, elektrik bəhsində isə o P hərfi ilə işarə olunur. Skalyar fiziki kəmiyyəti görünən işi xarakterizə edir. Yəni, görülən işin bu işin görülməsinə sərf olunan zamana nisbətidir. A'nın yerinə biz işin düsturunu yazmaqla F böl S, S böl T də bizə V-ni verir. Burada gücün vahidi wattdır. Kilogram vur metrin kvadratı saniyə kubu isə gücün vahidinin beynəlxalq vahidlər sistemi ilə ifadəsidir. Keçək testlərimizin izahına. Baxaq birinci testə. Watt vur saniyə. Watt vur saniyə hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Düstura da çevirə bilərsiniz onu. Elə M vurulsun T, M vur T bizə nə verir? İşi. Götürük burada nədir? İşin vahididir. C variantı. Sonra kilovat vurulsun saat. Yenə eynidir. İşin vahididir. Sonra keçirik 3 nömrəli testə. 3 nömrəli testdə güc hansı ifadə ilə təyin olunur? Gücün düsturu M bərabərdir. A bölünsün T düsturu ilə təyin olunur. Sonra baxaq 4 nömrəli testə. 4 nömrəli testdə faydalı gücü verilib bizə 10 kilovat. 10 kilovatdırsa mütləq çevirmə aparmasız. Deməli, M bərabərdir. Kilo mindirsə, burada da bir onluğumuz var. Onu üstü neçə alırıq? 10 üstü 4 watt alırıq. Sonra sürəti verib bizə 0,5 metr bölünsün saniyə çevirməyə ehtiyac yoxdur. Və buradan bizdən kütləni soruşur. Yükün kütləsi nə qədərdir? Buradan düsturu yazsaq, M bərabərdir A böl T. Hansı düsturdan istifadə edəcək? Yəni, M bərabərdir F vur V. Burada F-in yerinə MC yazırıq. Deməli, N bərabərdir MC V. Və düsturdan cismin, deməli, yükün kütləsini tapırıq. Düsturdan tapırıq. Deməli, M bölünsün, J vurulsun V. Burada N-i bizə, deməli, güc verilib 10 üstü 4-dür. Sürəti 0,5. Burada J-ni nəzərə almayıb, özümüz yaza bilərik. Deməli, J-nin qiyməti 10-dur. 0,5-i 10-a vursaq alırıq 5. Cavab olacaq bizdə nə qədər? 2000 kiloqram. Olur bizdə hansı variant? Alırıq B variantı. Və hətta ki, 2000 ton da deyə bilərik. Sonra keçək 4 nömrəli testə. 4 nömrəli testdə vahidlə bağlı bir testdir. Burada watt verilib. Düstura çevirə bilərsiniz, daha rahat olar sizin üçün. Deməli, watt bölünsün newtondur. Wattın yerinə N yaza bilərsiniz. Qüvvənin yerinə də newton da F vur V-dir. Gücün düsturu M bərabərdir F vur V düsturundan F-lər ixtisar gedəcək. Burada qalacaq sürətin, deməli, sürət. Deməli, watt bölünsün newton bizə nəyi verəcək? Sürəti. Cavab olacaq D variantı. Sonra baxaq 6 nömrəli testdə. Joule bölünsün saniyə. Joule bölünsün saniyə, yəni A bölünsün T. A böl T nədir? Gücdür. Sonra işin görülmə yeyinliyini xarakterizə edən kəmiyyət yenə gücdür. Sonra görülən işin, baxın A verilib, bu işin görülməsinə sərf olunan zaman verilir. Hansı fiziki kəmiyyətdir? Bu da gücdür. Yəni A böl T nisbəti bizə verir gücü. Doğru cavab olur C variantı. 9 nömrəli test. Hansı qrafik mühərrikin gücünün sabit qiymətində dartı qüvvəsinin sürətdən asılılığını ifadə edir? Baxın, bunun üçün düstura yazırıq. Gücün sabit qiymətində. Deməli, N konstantdır. N konstantdır. Düstur yazmışdıq, yəni düsturdan çıxır. N bərabərdir F vur V. Düsturdan F-i tapırsınız. F bərabərdir N böl V. Düsturda 3 kəmiyyət var. 3 kəmiyyətdən gücü bizə sabit verir. F ilə V, yəni qüvvə ilə sürət bir-biri ilə tərs mütənasibdir. Doğru cavab olacaq D variantı. Sonra 10 nömrəli testdə yenə eyni testdir, yəni oxşardır. Yəni hansı qrafik mühərrikin gücünün sabit qiymətində, N-in sabit qiymətində yazırıq M bərabərdir F vur V. İndi sürətin zamandan asılılığını, sürətin qüvvədən asılılığı soruşur. M bölünsün F-dir. Güc sabitdir. V burada F ilə tərs mütənasib. Doğru cavabımız olacaq A variantı. Sonra 11 nömrəli test. Kilogram vurulsun metrin kvadratı saniyə kubu. Hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Aydındır ki, bu gücün vahididir. Beynəlxalq sisteminə. Digərində isə elə gücün vahidini soruşur bizdən. Beynəlxalq vahidlər sistemindən. Olacaq hansı variant? A variantı. Sonra 13 nömrəli testdə gücün zamandan asılı qrafiki verilib və 10 saniyə ərzində mexanizmin gördüyü işi hesabla. Biz düsturu yazırıq A bərabərdir N vurulsun T'dir. Həmişə qeyd etmişdik ki, deməli düsturdan işi tapmaq üçün, məsələn, əgər bizə qrafik verilibsə,
Yazdığımız düsturda da fiziki kəmiyyətlər hasil təşkil edirsə, onda biz qrafikdən keçməliyik fiqurun sahəsinə. Qrafikdəki düz xəttin alt hissəsini rəngləyirik 10 saniyəyə qədər və aldığımız fiqurun sahəsi görülən işi verir. Burada da fiqur olaraq 3 bucaq alınır. 3 bucağın sahəsi deməli bir tərəfi 20, bir tərəfi isə 10-dur. 20 vur 10 bölünsün 2 neçə alırıq? Alırıq 100 joule. Sonra 14 nömrəli test. 14 nömrəli test mühərrikin gücünün sabit qiymətində, yəni M konstantdır. Sonra avtomobilin sürətini 4 dəfə azaltdılar. V bölünsün 4. Deyir ki, dartı qüvvəsinin qiyməti necə dəyişdi? F bərabərdir suala. Yine 3 kəmiyyət arasında əlaqə düsturunu yazırıq və həmin düsturdan qüvvəni tapırıq. M bölünsün V. Güc burada sabitdir. F ilə tərs mütənasibdir. Deməli, sürət 4 dəfə azalıbsa, deməli, qüvvənin qiyməti 4 dəfə nə edib? Artıb. Doğru cavabımız olur. Hansı variant? C variantı. Eyni ilə 15 nömrəli testdə oxşar tipli testim. Gücün sabit qiymətində sürət 4 dəfə artır. Sürət 4 dəfə artanda dartı qüvvəsi 4 dəfə azalacaq. Cavab olacaq hansı variant? Y variantı. 16 və 17 nömrəli testlərdə hər iki testdə işi soruşur. Qeyd etdiyimiz kimi, məsələn, düstur yazdı ki, A bərabərdir N vurulsun T. Deməli, işi tapmaq üçün gücü zamana vurmalıyıq və bu hasili də biz qrafikdən tapmalıyıq. Deməli, bu hasili tapmaq üçün bizə qrafik verildiyindən biz keçməliyik nəyə? Fiqurun sahəsindən. Deməli, hər iki testdə fiqur sahəsidir. 16 nömrəli testdə trapesiyanın sahəsini hesablayacaqsınız. Qrafik birinci rübdədirsə, grafikdəki xətlərin alt hissəsini rəngləyirsiniz. 17 nömrəli testdə də yenə 3 bucağın sahəsi alınacaq. Gəlin biz trapesiyanın sahəsindən iş hesablayaq. Deməli, A bərabərlik. Paralel üzlər oturacaqdır. Bir oturacaq bu, digəri isə böyük oturacaqdır. Böyük oturacağı 10-dur. Kiçik oturacağı isə düşür 10 ilə 4-ün arasına, kiçik oturacağı 6-dır, bölürük 2-yə, hündürlük də 50-dir. Deməli, 16 bölünsün 2, surətdə 16 alır, 16-nı 2-yə bölsək 8, 8-i də 50-yə vursaq, alırıq nə qədər? 400 joule iş görülür. Doğru cavab olacaq D variantı. 17-də isə 3 bucağın sahəsini hesablayacaqsınız. Yəni, 10 vurulsun 5, bölünsün 2, neçə verəcək bizə? 25. Sonra 18 nömrəli testdə kütləsi 1 ton. Kütlə M hərfi ilə işarə olunur. 1 tondursa mütləq keçməlisiniz, alacaqsınız 1000 kiloqram. Sonra gücü 60 kilovatdır. Yəni M bərabərdir 60 kilo 10 üstü 3'dür. Buraya yazır 10 üstü 3 watt yazırsınız. Avtomobil 54 km/saat sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. 54 km bölünsün saat. Mütləq metr böl saniyə keçməlisiniz. Metr böl saniyə keçmək üçün 1000'ə vurub 3600'ə bölməlisiniz. Alacaqsınız 15 metr bölünsün saniyə. Və buradan da J'nin qiymətini də verib təkərlə yol arasında sürtünmə əmsalını tapımı bərabərdir sualım. Deməli, biz burada gücün hansı düsturunu yazmalıyıq? M bərabərdir F vur V düsturunu. Sürtünmə əmsalını soruşduğuna görə F'i sürtünmə qüvvəsinin düsturu ilə əvəz edəcəksiniz. Mü, M, J, V. Buradan da sürtünmə əmsalını tapırsınız. Əmsalı tapmaq üçün gücü, yəni 60 vurulsun 10 üstü 3'ü yazaq bura 60 vurulsun 10 üstü 3'ü böləcəksiniz nəyə? Deməli, M-i verib bizə 1000, onu yazaq 10 üstü 3. J'nin qiyməti də 10'dur. Sonra sürəti də verib 15. Deməli, 10, 0 getdi, 10 üstü 3'lər getdi. 6 ilə 15'i bölsə, 6 ilə 15'ə bölsə neçə alacaq? Alacaq 0,10'da 4. Hadi oldu. Deməli, buradan da elə bir ki 6 ilə 15'i x-lar aparsaq, 3'ə aparsız x-lar burada 2 düşəcək. Burası neçə düşəcək? Burada 5 düşəcək. 2'ni 5'ə bölsəz neçə alırsınız? 0,10'da 4. Doğru cavabımız olacaq C variantı. 19 nömrəli testdə oxşar tipli test dedikdə, yəni eyni düsturlandır, yəni M bərabərlik F vurulsun V. Sürtünmə əmsalı verilib, F'in yerinə yazacaqsınız mü, M, J, V. Buradan düsturda qiymətləri yerinə qoyarsınız. Deməli, N bərabərdir. Sürtünmə əmsalı verilib bizə 0,5. Buraya yazırıq 0,5. Kütlə verib 1,5 ton. Bunu gəlin yazır. Deməli, 1,5 vurulsun 10 üstü 3'dür. Sonra sürət, J'nin qiyməti 10'dur. Sürət 36 km/saatı mütləq çevirməlisiniz. 1000'ə vurub 3600'ə bölsəz, o da 10 edir. Burada 10'u vursaq 0,10'da 1,5'ə 15 edir. Bunu da vursaq 5'ə edir. 0,5'ə vursaq 5. Deməli,
15'i de 5'e vursak alacaksınız 75 vurulsun. 10 üstü 3. 10 üstü 3 de watt alırıq. 10 üstü 3 də kilowatt deməkdir. Deməli alırıq 75 kilowatt. Baxın, aldı 75 kilowatt. Doğru cavab oldu B variantı. Sonuna keçirik digər vahidə. Watt vur saniyə böl metrin kvadratı. Deməli, watt vur saniyə. Watt vur saniyə bizə joule verəcək. Buraya yazırıq metrin kvadratı. Niyə görə? İşin düsturundan A-nı tapsaq, A bərabərdir NT-dir. Yəni, işin vahidi də joule-dur. Düstura görə də olur watt vur saniyə. Digər tərəfdən də işin düsturu A bərabərdir F vur S-dir. Yəni, biz joule-i Newton vur metrlə əvəz edə bilərik. Bu da gəlib çıxır elə watt vur saniyənin yerinə Newton vur metr yaza bilərik. Çünki hər ikisi işin vahididir. Bura Newton vur metr yazsaq, məxrəcdə metrin kvadratı, metrin biri getdi. Oldu Newton bölünsün metr. Newton bölünsün metr, F bölünsün X desək, olacaq sərtlik əmsalının vahidi K. Baxaq burada. Deməli, hansıdır yayın, elastik yayın sərtliyi D variantı. Sonra 21 nömrəli testdə, 21 nömrəli testdə də kök altında watt vur saniyə bölünsün kiloqram vurulsun metrin kvadratı. Burada elə wattın beynəlxalq sistemlə açılışını yaza bilərsiniz. Wattın beynəlxalq sistemlə açılışı kiloqram vurulsun metrin kvadratı bölünsün saniyənin kubu. İndi kəsrin surətində saniyə var. Məxrəcdə kiloqram vurulsun metrin kvadratı var. Buradan ixtisarlarımızı aparırıq. İxtisar aparsaq burada. Deməli, kiloqram getdi, metrin kvadratı getdi, saniyə bu tamam getdi, məxrəcdə isə qaldı saniyənin kvadratı. Kök altında nə oldu? 1 bölünsün, kök altında saniyə kvadratı qaldı. Saniyə kvadratı da kökdən çıxır, olur 1 böl saniyə. 1 böl saniyə, saniyə üstü -1 olub, olacaq tezliyin vahidi. Dövr etmə tezliyinin vahidi doğru cavab olacaq. Y variantı. Sonra 22 nömrəli testdə deməli, watt verilib bizə. Wattın yerinə biz joule bölünsün saniyə yaza bilərik. Və saniyə düşəcək məxrəcə. Məxrəcdə də saniyə var, olacaq saniyənin kvadratı. Burada da Newton. İndi joule elə açıb anlayaq ki, Newton ixtisar getsin. Bilirik ki, işin düsturu yadımıza salırıq. A bərabərdir F-dir. A bərabərdir F-dir. Onda biz joule Newton vur metrlə açırıq. Burada da Newton vurulsun saniyənin kvadratı. Newtonlar ixtisar getdi, yerdə qaldı. Metr böl saniyə kvadratı. Metr böl saniyə kvadratı təcilin vahididir. Təcil də vektorial kəmiyyətdir. Olur A variantı. Sonra digər isə açar sözlərdən ibarətdir. Burada deməli işin işarəsi cismə tətbiq olunan əvəzləyici qüvvənin təsir istiqamətindən asılıdır. Deməli, biri olacaq 1. Deməli, B variantı var, D variantı var, bir də C variantı var. Əgər cismə təsir edən qüvvə ilə yerdəyişmə arasında qalan bucaq, deməli, burada yazıb ki, müsbət. Qalan bucaq, məsələn, bu 2-dir. Bucaq 0 dərəcədən böyük bərabər 90-dan kiçikdirsə, deməli, qaldı, indi B variantı getdi. Baxın, qaldı 2 variant, C ilə D variantı. Sonra müsbətdir. Sonra 90-dan böyük 90-dan 180-dar isə kiçik bərabər olarsa, buraya yazacaqsınız 3-ü. 1, 2, 3. Sonra isə deyir, iş 0-a bərabər olar. Burada isə yazacaqsınız 4. Görülən iş 0-a bərabərdir. Sonra isə nə gəlir? İşin görülmə yeyinliyini xarakterizə edən kəmiyyət. İşin görülmə yeyinliyini xarakterizə edən kəmiyyət gücdür. 5-i buraya yazırıq. Və nəhayət işin bir dəqiqə görülən işin yeyinliyini. Görülən işin yeyinliyini deyəndə 6 olacaq burada. Deməli, görülən işin yeyinliyini xarakterizə edən fiziki kəmiyyət güc adlanır. Axırıncıya da 5 yazırıq. Deməli, doğru cavab çıxdı bizdə hansı variant? Doğru cavab çıxdı D variantı. Sonra biraz diqqətli olsanız, asandır açar sözləri yazmaq. Sonra sabit gücə malik. Deməli, yazırıq ki, M bərabərdir konstant. Güc sabitdir. Avtomobilin kinetik enerjisi 4 dəfə artıb. Deməli, kinetik enerji bərabərdir 4YK. Kinetik enerji 4 dəfə artıbsa, əslində avtomobilin sürəti 2 dəfə artıb. Və buradan da bizdən soruşur ki, dartı qüvvəsi F dartı necə dəyişər? Dartını soruşur bizdən. Bunun üçün biz güc, sürət və qüvvə arasında əlaqə düsturunu yazırıq. M bərabərdir F vurulsun V. Buradan F-i tapırıq. F bərabərdir M böl V. Deməli, qüvvə ilə sürət təsmin tənasibi sürət 2 dəfə artırsa, qüvvənin qiyməti 2 dəfə azalacaq. Doğru cavab olacaq A variantı.
Sonra eyni ilə 25 nömrəli testdə oxşar tipli testi. Bax, bu düsturun yenə hardan alındığını yəqin ki, əksəriyyətimiz bilirik. Yəni, n bərabərdir A bölü T-dir. Buradan n bərabərdir A-nın yerinə Fs bölü T yazırıq. Buradan S bölü T bizə nə verir? V-ni. Həmin düstur alınır. Sonra 25-də sabit gücə malik. Baxaq. Sabit gücə malik güc sabitdir. Yenə yazdıq n konstant. N konstant. Kinetik enerji 4 dəfə azaldı. Bura yazırsınız ki, YK bölünsün 4'dür. Avtomobilin dartı qüvvəsi necə dəyişdi? Kinetik enerji 4 dəfə azalıbsa, bilirik ki, sürət 2 dəfə azalıb. Çünki YK bərabərdir. MV'nin kvadratı bölünsün nə yazırsınız? 2. Və bizdən buradan mühərrikin dartı qüvvəsini soruşur. F soruşur. Necə dəyişdi? Düsturdan F bərabərdir M bölü V yazırsınız. Məsələn, buradan da elə kənara çıxsaq, buradan da 2Y kinetik bölünsün nə yazırıq? M. Kinetik 4 dəfə azalanda sürət 2 dəfə azalmış olacaq. Qüvvənin qiyməti isə 2 dəfə artmış olacaq. Niyə görə? Çünki qüvvə ilə sürət tərs mütənasibdir. Qüvvənin qiyməti 2 dəfə artar. Doğru cavab olacaq C variantı. Sonra digərləri isə bunun tərs variantıdır. Tərs variant dedikdə yəni nədir? Dedik yenə güc sabitdir. Qüvvəni 2 dəfə artırılır. Qüvvə 2 dəfə artdı. Gücün düsturundan, yəni F V ilə tərs mütənasibdir. Buradan V-ni tapsaq, V bərabərdir, M bölünsün F-dir. Güc sabitdir, N konstantdır. Qüvvəni 2 dəfə artıranda sürət 2 dəfə azalacaq. Sürət, yəni V böl 2 olacaq. Sürət 2 dəfə azalırsa, deməli kinetik enerji 4 dəfə azalır. Nəyə görə? Çünki kinetik enerji sürətin kvadratı ilə düz mütənasibdir. MV-nin kvadratı. Buradan da alırıq ki, kinetik enerji 4 dəfə azalar. A variantı. 27 nömrəli test isə doğru olanları seçməli. Deməli, gücün dəyişmədən dartı qüvvəsini 2 dəfə artır. Deməli, N konstant. Dartı qüvvəsi 2 dəfə artdı və bizdən nələr soruşulur? Bizdən soruşur cismin impulsunu, bir də kinetik enerjinin impuls. İmpuls MV'dir. Kinetik enerji də bilir ki, YK bərabərdir. Kinetik enerji skalyar kəmiyyəti MV kvadratı bölü 2. Deməli, qüvvə 4 dəfə artıbsa, əslində sürət qüvvə 2 dəfə artıbsa, sürət 2 dəfə azalıb, yəni F bərabərdir M bölü V düsturundan. N sabitdir, F ilə V tərs mütənasibdir. Deməli, sürət 2 dəfə azaldı, V bölü 2. İmpuls sürətlə düz mütənasib. Deməli, impuls 2 dəfə azalacaq. Kinetik enerji sürətin kvadratı ilə düz mütənasibdir. Bu zaman kinetik enerji 4 dəfə azalacaq. Baxın, impuls 2 dəfə azalacaq. Deməli, biri 2-dir. Kinetik enerji 4 dəfə azalacaq. Digəri isə 5-dir. Cavab olacaq 2, 5. Sondan keçirik. 28 nömrəli testə. 28 nömrəli testdə bundan əvvəlki, istər 28, istərsə də 29, bundan əvvəlki səhifədə həmin test düsturdan istifadə etməklə biz sürtünmə əmsalı və bir də mühərrikin gücünü hesabladıq. Elə qiymətlər biraz fərqlidir. N bərabərdir F vurulsun V düsturunu seçəcəksiniz. Sürtünmə əmsalı olduğuna görə, baxın, bir sürtünmə əmsalını tap. Sürtünmə əmsalı olduğuna görə bu qüvvə çevrilib olacaq sürtünmə qüvvəsi və buradan da mü, M, J, V deyib və buradan sürtünmə əmsalını tapacaqsınız. Deməli, mü bərabərdir N bölünsün. N 60 kilovatdır, yəni 60 vurulsun 10 üstü 3'dür. Sonra M 2 tondur, yəni 2 vurulsun 10 üstü 3'dür. J'nin qiyməti 10'dur. Sürəti 54 km bölü saat verib, 54 km bölü saat da 15'dir. Deməli, 10 üstü 3 ilə 10 üstü 3 getdi, 0 ilə bu 10'luq getdi. 6 ilə 2 ilə aparsaq ixtisar, burada 3 qaldı. 3 ilə də 15'i ixtisar aparsaq, qaldı 1 bölünsün 5. 1 bölünsün 5'də sürtünmə əmsalının qiymətini verəcək 0,2. 29 nömrəli testdə isə bizdən elə gücü soruşur. Baxın, bu düsturdan elə qiymətləri yerinə qoyub bu testi həll edəcəksiniz. Sadəcə nə etməlisiniz? 36 km bölü saati metr bölü saniyə keçməlisiniz. Burada tonu keçməsəz də olar. Çünki cavab nə ilə verilir? Kilovatla. Çünki hamısı vurulur bir-birinə. 36 km bölü saat 10 metr bölü saniyədir. Yəni 1000'ə vurub nəyə bölürsünüz? 3600'ə. Burada da 0,4'ü vursaq 10'a 4 eləyəcək. Sonra 4'ü 2'yə vursaq 8, bir dənə də 10'a vursaq, alacaqsınız səhv etmirəmsə 80 kilovat. Özünüz baxın, bu düsturda qoyub hesablaya bilərsiniz. Sonra keçirik mexanizmin faydalı iş əmsalı. Burada qrafik verib bizə. Baxaq görək qrafikdə nədir.
Demək, qrafikdə faydalı işin faydalı işin sadə mexanizmin tam işindən asılı qrafiki verilmişdir. Alfa bucağının tangensisi hansı ifadə ilə təyin olur? Deməli, A faydalını atoma bölməliyik. Deməli, A faydalı burada olur qarşı katet, tam isə olur bitişik katet. Qarşı kateti bitişik katete böləndə, yəni A faydalı işi tam işə böləndə bizə qrafikdən verir tangens alfa. Düstura görə də faydalı işin tam işə olan nisbəti verir faydalı iş əmsalı. Deməli, eta bərabərdir tangens alfaya. Olacaq hansı variant? D variantı. 2 nömrəli testdə diaqramda hansı nöqtədə mexanizmin faydalı işi ən böyükdür? Faydalı iş əmsalının düsturundan A faydalı bərabərdir. Deməli, eta vurulsun tam işə. Bizdən dedik ki, faydalı işin böyük qiyməti. Faydalı işin böyük olması üçün faydalı iş əmsalı böyük olmalıdır. Bir də tam iş böyük olmalıdır. Hər ikisi böyük qiyməti almalıdır. Bir dəqiqə, bəli, hər ikisi böyük qiymət almalıdır. Hər ikisinin böyük qiyməti də hansı nöqtəni seçirsiniz? Üçüncü cavab olacaq D variantı. Sonra 3 nömrəli test. M kütləli lift V sabit sürəti ilə şaquli yuxarı qalxır. Mühərrikin faydalı iş əmsalı et olarsa, onun gücü hansı ifadə ilə təyin olunur? Diqqətli olun, mühərriklərlə bağlı testlərdə, məsələn, lift V sürəti ilə yuxarı qalxır. Lift V sürəti ilə yuxarı qalxırsa, birinci iş görülməlidir. Birinci görülən iş tam işdir. Tam işi liftin mühərriki görür. Mühərriklə görülən iş güc vurulsun zamandır. Sonra isə lift yuxarı qalxır. Burada artıq ağırlıq qüvvəsinin gördüyü iş olacaq. Bu da faydalı işdir. Faydalı iş əmsalında da yazırsınız. MCH bölünsün, N vurulsun T. Aldığımız cavab da 100%'e vurulacaq. Lift bir H hündürlüyə qalxır və buna zaman sərf olunur. H-ı T-yə bölsəz, burada sizə sürəti verəcək. Buradan alacaqsınız V vurulsun 100%, bölünsün gücü. Buradan da bizdən gücü istəyir. Gücü tapmaq üçün faydalı iş əmsalı, yəni eta ilə N-in yerini dəyişirsiniz. Buradan da N bərabərdir. Deməli, MCV vurulsun 100%. Baxın, yazaq. Burada 100%. Bölünsün nəyə? Etaya. Baxın. MCV. Baxaq görək hansındadır. Doğru cavab olur. Hansı variant? Y variantı. Digəri isə artıq hesablama tipli məsələdir. Deməli, maşın mühərriki 8 kilovat, faydalı iş əmsalı 50%-dir. Burada çevirmələrə görə, məsələn, 8 kilovat, 8 vurulsun yazacaqsınız, 10^3 vattdır, çevirirsiniz. 50% faydalı iş əmsalıdır. Düsturda 100%-dən istifadə etməmək üçün elə əvvəlcədən faydalı iş əmsalını, yəni 50%-i 100-ə bölürsünüz, yazırsınız 0.5. 2 dəqiqə ərzində T-ni verib 2 dəqiqə olacaq 120 saniyə. Baxın, yazırsınız 120 saniyə. Nə qədər yük deyəndə M soruşur bizdən, H bərabər 30 metr hündürlüyə qaldırar. J-nin qiymətində 10 verib. Buradan faydalı iş əmsalı üçün düstur yazsa, deməli, faydalı iş burada ağırlıq qüvvəsinin gördüyü işdir. Sonra lift, deməli, maşın mühərrikinin gördüyü iş isə güc vurulsun tam işdir. Bu da güc vurulsun zaman. Buradan kütlə soruşur. Düsturdan kütləni tapsaz, M bərabərdir. Deməli, eta vurulsun, N vurulsun T, məxrəcdə də J vurulsun H-dır. Uyğun qiymətləri yerinə yazsaq, deməli, M bərabərdir. Faydalı iş əmsalın bizə 0.5 verib. Sonra gücü 8 vurulsun 10^3 verilib. Zaman burada 120 saniyədir. Çünki 1-2 dəqiqədir onu çevirdik. Məxrəcdə də bizdə J vurulsun H. J-nin qiyməti 10'dur. H-ın qiyməti də 30. Deməli, 30 ilə 120 qısar gedəcək. Burada neçə qalacaq? Burada 4 qalır. Sonra 1 onluq buradan silsə, burada kvadratı qalacaq. 0.5-i 8'ə vursunuz, 4 alırsınız. 4 vurulsun 4 alacaqsınız 16. Burada da 100 var. Alırsınız 1600 kilogram. Sona keçsəz 1.6 ton. Doğru cavab olacaq B variantı. Baxaq. Deməli, ümumiyyətlə, burada hamısı faydalı iş əmsalının düsturları ilə bağlı gedən testlərdir. Elə 4 nömrəli testdə istifadə etdiyimiz qrafiki, baxın, bura tətbiq edəcəksiniz. Burada deyir ki, maşın mühərrikinin gücünü tap. Deməli, maşın mühərriki 1500 kiloqram yükü 20 metr hündürlüyə qaldırır. Deməli, eta bərabərdir. Əvvəlcə tam iş görülür. Tam işin gördüyü iş mühərrikin gördüyü işdir. M vur T-dir. Yəni, mühərrik işləməsə cisim yuxarı qalxa bilməz. Artıq faydalı iş isə olacaq ağırlıq qüvvəsinin gördüyü iş.
Buradan gücü soruşur. M bərabərdir. MGH bölünsün. Yazacaqsınız. Eta vurulsun T. Buradan da MGH. M'in qiymətini verib bizə 1500. 1500. J'nin qiyməti 10'da 0 yazaq bura. H isə 20 metrdir. Faydalı iş əmsalı 40%, məxrəcə yazaq ilə 0,4 100'ə bölək. Çünki faizi yazmadım bura. Zaman isə verilib 50 saniyə. Baxın. Deməli bu 0-la bu getdi. 4 vur 5 eləyir 20. Bunlar da getdi. Alırıq 15.000 watt. 15.000 watt da kilovat olacaq. Olacaq C variantı. Sonra 6 nömrəli testdə tərpənməz blokun köməyi ilə 24 kiloqramlıq cisim 250 Newton qüvvənin təsiri ilə qaldırılır. Blokun faydalı iş əmsalını tapın. Tərpənməz blokun faydalı iş əmsalı deməli eta bərabərdir. MG bölünsün F vurulsun 100%. Buradan qiymətləri yerinə qoyuq. MG deməli 240'dır. 240 bölünsün. Buraya yazacaqsınız 250. Sıfırlar x'ar getsə. Burada səhv etmirəmsə alacaqsınız 96,96% gəlib çıxmalıdır. Bilmirəm. Burada gəl 100%. Elə 100% yazaq bura. 100% yazaq bura. 25 ilə 100'ə aparaqsa burada 4 olsun. 24'ü 4'ə vursaz, deməli alacaqsınız 96%. Deməli olur C variantı. Sonra 7 nömrəli test tərpənməz blokdur. Tərpənməz blokdursa eyni düsturu yenə yazırsınız. Deməli eta bərabərdir. MG bölünsün F vurulsun 100%. Buradan bizdən deməli 18 kiloqram kütləli cismi bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan qüvvəni soruşur, F'i soruşur. F bərabərdir. MG bölünsün eta yazırsınız. Buradan da MG 18'i vursanız ona alırsınız 180. Faydalı iş əmsalını 90% verib. Bura 0,9 yazacaqsınız. Çünki burada 100%'imiz var. Əvvəlcədən hər tərəf elə bir ki 100'ə bölmüş oluruq. Vergilisi isə surətə məxrəci 10'a vursaz yuxarıdan 1800. 18 ilə 9 x'ar gedəcək. Alacaqsınız 200 Newton. Deməli doğru cavab Y variantı. 8 nömrəli testdə isə tərpənən blokun faydalı iş əmsalıdır. Tərpənən blokun faydalı iş əmsalı tərpənməzdən fərqi nədir? MG bölünsün 2F vurulsun 100%. Yəni bu düsturdan elə bizdən burada nə soruşur? Elə faydalı iş əmsalı. Qiymətləri yerinə qoyacaqsınız. Deməli qüvvəni verib, F'i verib 500 Newton, kütləni 60 kiloqram. Zaman J'nin qiymətini də verib daha doğrusu. Qiymətləri yerinə qoyub həll edəcəksiniz. Sonra 9 nömrəli test. Eyni ilə yenə tərpənən blokdur. Tərpənən bloku üçün faydalı iş əmsalının düsturunu yazırsınız. MG bölünsün 2F yazırsınız. Vurulsun 100%. Buradan bizə deyir ki, bloka tətbiq olunan qüvvəni hesablayın. Buradan F'i tapacaqsınız. Deməli F bərabərdir. MG bölünsün 2 vurulsun eta. Buradan keçək düsturumuzun məsələmizin həllinə. MG 60'ı vuracaqsınız ona. Alacaqsınız 600. Burada 2. Faydalı iş əmsalı da 0,6'dır. Surətin məxrəci 10'a vursaq, deməli bura bir 0 düşür. 6 ilə 6 gedir. Surətdən 1000 qalır. 1000'i də 2'yə bölsəz, alacaqsınız 500 olacaq A variantı. Sonra isə gəlir ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına. Baxırsınız bir nömrəli testdə. Deməli eyni bir cisim yer səthindən A nöqtəsinə müxtəlif mail müstəvilər üzrə qaldırılır. Faydalı işləri müqayisə edin. Müxtəlif mail müstəvilərin sadəcə burada hipotenuzları fərqlidir, amma yer səthindən olan hündürlükləri eynidir. Ağırlıq qüvvəsi də konservativ qüvvə olduğuna görə ağırlıq qüvvəsinin gördüyü trayektoriyadan asılı deyil. Cismin yer səthindən olan hündürlüyündən asılıdır. 3 mail müstəvinin üçünün də hündürlüyü eyni olduğuna görə yazacaqsınız ki, ağırlıq qüvvəsinin, yəni faydalı işlər, ağırlıq qüvvəsinin gördüyü işdir burada. Faydalı işlər bərabərdir. Məsələn, tam işi soruşsaydı, tam iş A tam bərabərdir, F vurulsun L'dir. Tam iş mail müstəvinin hipotenuzu ilə bağlıdır. Onu da müqayisə edə bilərdiniz. Sonra 2 nömrəli testdə, deməli 2 nömrəli testdə mail müstəvi ilə bağlı faydalı iş əmsalının hesablanmasıdır. Bunun üçün mail müstəvinin faydalı iş əmsalının düsturunu bilməyimiz vacibdir. Deməli, mail müstəvidə cismi, məsələn, bu mail müstəvidir, baxın belə. Cismi H hündürlüyə qaldırmaq üçün bir kənar qüvvə, yəni dartı qüvvəsi iş görür. Dartı qüvvəsi ona, deməli, L uzunluq qədər yol gedir.
və sonra isə faydalı iş görülür. Ağırlıq qüvvəsini gördük. Düstur olaraq olacaq MGH bölünsün. F vurulsun L vurulsun 100%. Buradan da biz hesabları faydalı iş əmsalını etanı eta bərabərdir. MGH. M'in qiyməti 15'dir. J'nin qiyməti 10 oldu 150. Hündürlüyü 30 cm verib 30 cm 0,3'dür. Sonra məxrəcdə F qüvvəni verib bizə 40 Newton. Sonra uzunluğu isə mail müstəvinin uzunluğu isə verib 1/5. Deməli 0,4 ilə 1/5'i ixtisar aparsaq, bura düşəcək 5. Sonra 5 ilə 150'ni ixtisar aparsaq, burada alacaqsınız 30, sıfırlar getdi. 100%'e vursanız 300 bölünsün. Burada neçə alırsınız? 4. O da alacaqsınız neçə? 75%. Deməli, mail müstəvinin faydalı iş əmsalı neçə faiz oldu? 75%. 300 yəni burada 100%'e vururuq, elə yazdım mən. Əlbəttə ki, 4 ilə 100'i ixtisar aparsaydınız 25, 25'i 3'e vursanız yenə alırsınız 75. Eynilə 4 nömrəli testdə həmin düsturlandır. Sadəcə bu düsturdan siz kütləni tapacaq. Buradan bizə gəlin baxaq görə nəyə soruşur tapmaq. Baxaq. Deməli, hündürlük verilib, hündürlüyü h-dır. Sonra uzunluğu 2'dir. Etası 90%, yəni onu düstura 0,9 kimi yazacaqsınız. 200 Newton qüvvə tətbiq olunur, F verilir və kütlə soruşur. Düsturdan kütləni tapırsınız, deməli N bərabərdir. F vurulsun, L vurulsun, eta bölünsün, J vurulsun, H. Buradan baxaq, qiymətlərimizi yerinə qoyaq. Deməli, F'in qiymətini bizə verib 200. Mail müstəvinin uzunluğunu verib 2 metr. Faydalı iş əmsalı 90%'dir. Çevirək bura yazaq 0,9 çünki 100%'i götürmədim. Yəni böldük, ayrıca kənardan çevirə bilərsiniz. Aşağıda J'nin qiyməti 10'dur. H-ın qiyməti də 0,4'dür. Baxaq. Deməli, onu vursaq buna alırıq 4. Burada da 2 vurulsun, 2. Bu da bizə 4'ü verir. Surətdə bir 100 qalır. 100'ü də 0,9'a vursak alacaqsa 90 kiloqram. Deməli, cismin kütləsi neçə kiloqramdır? Mail müstəvidə yuxarı qaldırılan cismin kütləsi 90 kiloqramdır. Sonra 5 nömrəli test. 5 nömrəli testdə eyni tipli testdə, yəni əvvəldə baxdığımız yer səthindən müəyyən hündürlükdə. Müəyyən hündürlük deyəndə, yəni hündürlük məlumdur. Hündürlükdən bir cisim, yəni müəyyən hündürlükdən cisim müxtəlif trayektoriyalarla yerə doğru hərəkət edir. Trayektoriyalar üzrə hərəkətində ağırlıq qüvvəsinin gördüyü işi müqayisə edin. Qeyd etdik ki, yenə ağırlıq qüvvəsi konservativ qüvvədir. Ağırlıq qüvvəsinin gördüyü iş hərəkətin trayektoriyasından asılı deyil, cismin düşdüyü hündürlükdən, yəni yerləşmədən asılıdır. Və cisim yer səthindən, yəni eyni hündürlüyə düşüb hamısı. Düşmə hündürlükləri eyni olduğuna görə ağırlıq qüvvəsinin gördüyü işlər də bərabər olacaq. Buradan da yazacağız ki, A1 bərabər də A2-yə, A3-ə, o da A4-ə. Sonra gəlir 6 nömrəli testdə. Cisim, deməli, 100 metr böl saniyə sürətlə uçan mərminin dəlib keçə bildiyi divarın qalınlığı 0,4 metrdir. Sonra 200 metr böl saniyə sürətlə malik mərmi hansı böyük qalınlıq divarı dəlib keçə bilər? Sürtünmə qüvvəsinin işi burada nədir? Sabitdir. Deməli, mərmi burada hərəkət edir, müəyyən məsafə qət edir. Bunu biz, deməli, onun getdikcə sürəti artıb, qət etdiyi nəyi tapmalıyıq? Burada verilən, biz bax bu düsturdan onun qət etdiyi yol, deməli, V-nin kvadratı bölünsün. Əslində, tormozlama yolun düsturundan da gedə bilərik. V0-ın kvadratı bölünsün. 2S sürtünmə. Sürtünmə qüvvəsinin sabitisi, deməli, əmsal da eynidir. Buraya yazacaqsınız mg. Burada S V0-ın kvadratı ilə düz mütənasibdir. Deməli, tənasüb bu da qura bilərsiniz və yaxud da ki, nə edə bilərsiniz? Baxın, əvvəlcə sürəti 100 idi, sürəti sonra olub 200. Sürət 2 dəfə artıbsa, mərminin dəlib keçdiyi divarın qalınlığı 4 dəfə artacaq. Yəni, S2 bərabər olacaq 4S1-ə. Buradan da S1-i bizə 0,4 verib, 4-ə 0,4-ə vursak, alacaqsınız neçə? 1,6 metr. Deməli, mərminin dəlib keçdiyi divarın qalınlığı sürəti 200 olanda divarın içərisində qət etdiyi məsafə, dəlib keçə biləcəyi məsafə 1,6-dır. Baxaq 7 nömrəli testdə. 7 nömrəli testdə təcilin zamandan asılı qrafik verilir. Kütləsi 2 kiloqramdır.
Hərəkət istiqamətində cismə əvəzləyici qüvvə təsir edir. Deməli, hərəkət yeyinləşən hərəkətdir. 4 saniyə ərzində əvəzləyici qüvvənin işini hesablamalı. Başlanğıc sürət yoxdur. Burada yazırsınız ki, A bərabərdir F əvəzləyici vurulsun S yazırsınız. A-nı açacaq, F əvəzləyicinin yerinə EMA. Burada S-i də açacaqsınız, AT kvadratı bölünsün 2 ilə. Bütün qiymətləri verilib, qiymətləri yerinə qoyacaqsınız. M bizdə 2 kiloqramdır. Təcilin qiyməti, baxın, qrafikdə 2 verib. Burada A vur A. Onda təcil olacaq 4. Zamanı 4 saniyə verib. 4-ün kvadratı 16 bölünsün 2. 2 ilə 2 ixtisar getdi. 4-ü 16 ilə vursaz, alırsınız 64 joule. Deməli, nə qədər iş görülüb? 64 joule iş görülür. Sonra 8 nömrəli testdə kütləsi 2 kiloqram olan, deməli, cismin kütləsini bizə verib 2 kiloqram. Sürətin zamandan asılı qrafiki verilib. Əvəzləyici qüvvənin 6 saniyədə gördüyü işi hesablayırsınız. Yəni 6 saniyədə gördüyü işi hesablaması. Bunun üçün yenə əvəzləyici qüvvənin düsturunu yazacaqsınız. F əvəzləyici bərabərdir E A. S-i də burada açacaqsınız. AT-nin kvadratı bölünsün nə ilə? 2-ni, burada artıq bizdə başlanğıc sürət var. Ona görə biz birbaşa nə edə bilərdik? Bir dəqiqə. Buradan əvvəlcə onun getdiyi yolu tapa bilərdik. Birinci yazaq bura. Yenə qeyd edək, deməli, kütləni verib bizə 2 kiloqram, əvəzləyici qüvvənin işini soruşur. A bərabərdir suala. Əvəzləyici qüvvənin işi deyəndə F əvəzləyici vurulsun nədir? S-dir. Əvəzləyici qüvvə F bərabərdir EMA-da. Əvvəlcə qrafikdən təcili tapırsınız. Deməli, A bərabərdir. Təcili tapanda 8-dən çıxırsınız 2-ni, yəni V çıx V 0 böl T, 8 çıxılsın 2 bölünsün 4. 8-dən 2 çıxsaz burada qaldı 6 böldür. Təcili neçə tapırıq? Təcili tapırıq 1/5. Təcili tapandan sonra əvəzləyici qüvvəni tapa bilərsiniz. F əvəzləyici bərabərdir M vurulsun A. Deməli, 2-ni vurursunuz 1/5-ə. Əvəzləyici qüvvə oldu neçə? 3. Deməli, bura 3 yazacaqsınız. Bəs S. Burada isə deməli, S-i tapacaqsınız, yer dəyişməsini tapmalısınız. Deməli, 6 saniyə müddətində yer dəyişməsini tapmalıyıq. Burada başlanğıc sürəti verib, yəni bu düsturdan istifadə edərək V0T üstəgəl AT-nin kvadratı bölünsün 2. Buradan S bərabərdir. V0-ı bizə 2 verib, 6 saniyə müddətində deyirsə 2 vurulsun 6. Üstəgəl A-nın qiymətini tapdıq 1/5. Sonra zamanı bizə 6 verib, 6-nın kvadratı alacaqsınız 36. 36-nı da böləcəksiniz 2-yə. Burada 36 ilə 2-ni ixtisar aparsaq, bura düşəcək 18. 18-i də nəyə vurmalıyıq? 5-ə. Yəni yazaq burada 12 üstəgəl. 18 vur 5, bunu 5 vurulsun 0,14 kimi göstərirəm mən. 5-i 18-ə vursaq alırıq 90. 90-ı da 0,14-ə vuranda burada alacaqsınız neçə? 27. Toplasaq bizə neçə verəcək? Toplasaq bizə verəcək 39. Və gətirib burada yerinə yazırsınız. Vurulsun 39. Deməli, S-i də tapdıq. 3-ü də 39-a vuracaqsınız. Burada alacaqsınız 7. 3 vur 3, 9. O da 7. Alacaqsınız nə qədər? 117. Deməli, 117 joule nə görüldü? İş görüldü. Videonu saxlayıb, izaha bizdə təkrar baxa bilərsiniz. Bundan keçirik. 9 nömrəni testəm. Deməli, 30 Newton dartı qüvvəsinin təsiri altında düzxətli hərəkət edən 2 kiloqram kütləli cismin yer dəyişməsinin zamandan asılı qrafiki verilib. 2 saniyə ərzində, yəni baxın buradan bura qədər. 2 saniyə ərzində sürtünmə qüvvəsinin gördüyü işi hesabla. Bilirik ki, sürtünmə qüvvəsi hərəkətin əksinə yönəlir. Sürtünmə qüvvəsinin gördüyü iş mənfidir, vurulsun S. 2 saniyədə yer dəyişməsi məlumdur. Yəni, S-in yerinə biz 4 yaza bilərik, amma sürtünmə qüvvəsi məlum deyil. 2 saniyə müddətində o yavaşlayan hərəkət etdiyinə görə sürtünmə dartıdan böyükdür. Onda biz yazırıq F sürtünmə çıxılsın F dartı bərabərdir M vurulsun A-ya. Buradan F sürtünmə bərabərdir. EMA-nın üzərinə dartı qüvvəsini gələcəksiniz. Bəs A-nı nə cür? A-nı da tapmalıyıq. Və təpə nöqtəsi üçün A-nı tapmaq üçün S bərabərdir AT kvadratı bölü 2 düsturunu yazacaqsınız. Buradan A bərabərdir 2S. S-in qiyməti 4-dür. Baxın, burada S-i 4 verib, yəni 2 saniyə 4 metr yol gedib, dayanıb, sonra istiqamətini dəyişib. Zamanı da 2 verib, bura 2-nin kvadratı 4, 4-lər ixtisar getdi, təcili tapdıq 2. Aha, buradan sürtünmə qüvvəsini də tapa bilərik.
Deməli, M bizdə. M-i verib 2. Təcildə necə tapdıq? 2. 2 vur 2. Yəni, bura gedəcək. Təcil 2-dir. 2 vur 2 alırıq 4. Sürtünmə dartı qüvvəsində 30 verib, aldıq 34. Belə sürtünmə qüvvəsini hesablaya bilərik. A bərabərdir. Mənfi 34 vurulsun neçə alırıq? 4. Buradan da mənfi 34. 4 vur 4. 6. 1 yadda. 3 vur 4. 12. Alırıq 136 joule. Deməli, burada sürtünmə qüvvəsi nə qədər iş gördü? Mənfi 136 joule iş gördü. Məsələ bir neçə mərhələdən ibarətdir. Yəni, biz düsturu yazdıq. Sürtünmə qüvvəsi yox idi. Deməli, biz işi tapmaq üçün əvvəlcə nəyi tapmalıydık? Sürtünmə qüvvəsini tapmalıydık. Sürtünmə qüvvəsini tapmaq üçün tənlik qurduq və tənlikdən məlum oldu ki, bizə hətta təcili tapmaq lazımdır. Və sonra təcili tapdıq. Bəli, sonda belə gedirik. Deməli, təcili tapdıq, sonra sürtünmə qüvvəsini tapdıq. Və tapdığımız sürtünmə qüvvəsini işin düsturunda yerinə qoymaqla işin qiymətini hesabladıq. Və təcili də tapmaq üçün S bərabər də AT kvadratı bölü 2 düsturunu tətbiq edirsiniz. Yəni, bu təpə nöqtəsində istər təcilidir tapmaq soruşda, istərsə də təpə nöqtəsinə üçün başlanğıc sürəti soruşda. Başlanğıc sürəti tapanda da V0T bölü 2 düsturunu tətbiq edəcəksiniz. Çünki təpə nöqtəsinə çatanda cisim bir an dayanır. Sonra gəlir 10 nömrəli test. 10 nömrəli testdə əvəzləyici qüvvəni, deməli, X oxu boyunca hərəkət edən 2 kiloqram kütləli cismin 20 saniyə müddətində əvəzləyici qüvvəsinin işini hesabla. Buradan baxır ki, 0-dan 15-ə qədər hərəkət yeyinləşən hərəkətli impulsdur burada. Əvəzləyici qüvvə müsbət iş görüb. 5 ilə 10 arası iş görməyib. Sonra cisim yenə yeyinləşən hərəkət edib. Burada da əvəzləyici qüvvə müsbət iş görüb. Deməli, burada 2 hissədə iş var. Yəni, 1-0 ilə 5 arasında iş var. Həmin hissədə işi hesablamaq, ümumiyyətlə işi hesablamaq üçün burada istifadə edəcəksiniz kinetik enerji haqqında teoremlə və teoremi də hansı düsturdan əvəz edəcəksiniz? Deməli, P2-nin kvadratı bölünsün 2M, çıxılsın P1-in kvadratı bölünsün 2M düsturunu tətbiq edəcəksiniz. 0-5 arası başlanğıc sürət yoxdur. Deməli, P1 getdi. Amma son, daha doğrusu sürət yoxsa impuls da yoxdur. Başlanğıc impuls yoxdur. Qaldı P2 kvadratı bölü 2. Birinci işi hesablasın. P-nin qiymətini burada 10 verib, onun kvadratına yazacaqsınız. 100 bölünsün 2, M də 2-dir. Deməli, birinci halda işi alırsınız neçə? Birinci halda işi alacaq 25. Buraya yazaq 25. 25 joule iş görür. Deməli, birinci halı. Sonra keçirik 0-5-10 arası iş görülmür. Amma 10-dan 20 arası iş görülür. Çünki 5-10 arası cisim düz xətli bərabər sürətli gedir. Orada iş görülmür. Burada isə artıq başlanğıc impulsu var, bir də son impulsu var. Ümumi bu düsturu yazacaqsınız. Deməli, A2 bərabərdir. Və A2 demək elə olsun A2, çünki ortada iş yoxdur. P2, P2 30'dur, 30'un kvadratı alacaqsınız 900. Bölünsün 2 vurursun, burada olacaq 4 çıxılsın. P1 10'dur, onun kvadratı alacaqsınız 100, 100 bölünsün 4. Buradan da A2 bərabərdir. 900'dən 100'ü çıxsaq 800, 800'ü də 4'ə bölsək alırıq neçə? 200. Bizdən isə 20 saniyə müddətində, yəni bütün hərəkət müddətində görülən işi soruşursa, birinci ilə ikinci nə edirsiniz? Toplursunuz. Yəni ümumi işi soruşur. Ümumi iş burada 200 üstə gəl 25, alacaqsınız neçə? 225 joule. Baxın, oldu ümumi iş. 125 joule. Baxıq, növbəti səhifəmizdə artıq testimiz yoxdur. Deməli, bugünlük bu qədər. Bugün biz sizdən güc, faydalı iş əmsalı, ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına aid testlərin izahına baxdıq. Sağ olun, növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayın. Hər test dərslərimizdən yararlansın və mənə dəstək olun. Sağ olun, uşaqlar. Hamınıza təşəkkür edirik ki, dinlədiyinizə görə.